Qiymətcə həm münasib, həm də təhlükəsiz evi harada tapmaq olar? Münasib məsələsi biraz həssas məsələdir. Tutaq ki, mənim üçün münasib olan sizin üçün münasib olmaya bilər. Peki aşağı büdcəli və yaxud bizim üçün münasib olan kimlər üçünsə münasib olmaya bilər. Bu mənada sözsüz ki, mən daha çox diqqəti o mərhələyə çəkmək istəyirəm ki, Bakı şəhərinin baş planı qəbul olunub, amma təəssüflə qeyd etməliyik ki, hələ də əvvəlki tendensiya, yəni şəhər mərkəzində mənzil tikintisi və şəhər mərkəzinə axın müşahidə olunmaqdadır. Bu bir tərəfdən nəqliyyat infrastrukturunun inkişaf etməsinin qarşısını alır, ona böyük maneələr yaradır, yəni sıxlıq və s. Digər tərəfdən isə şəhərdən qismən kənara olan axının qarşısını alır. İnsanlar məcbur olur ki, hələ də şəhər mərkəzində və ya mərkəzə yaxın ərazilərdə kirayə qalırlar. Hətta mən adam tanıyıram ki, tutaq ki, bir 30 kilometr məsafədə evi var, amma gəlib Bakıda kirayə ev tutub, kirayə qalır. Ona görə biz tədricən şəhər mərkəzindən kənara doğru şəhər salmanı inkişaf etdirməliyik, infrastrukturu inkişaf etdirməliyik. Və bu, belə deyək də, bugünkü proseslərdə də müşahidə olunmalıdır və çox... Bu əslində həm də şəhər kənarındakı ərazilərdə iş yerlərinin olmaması ilə əlaqədardır da insanların şəhərə axışması. Mən onu demək istəyirəm. Tutaq ki, məsələn, 10 il, 15 il bundan qabaq, bugünkü bu ərazidə, mən düşünmürəm ki, 15-20 il bundan qabaq, heç kim gəlib, tutaq ki, ofis icarələyib, ofis sahəsi icarə. Amma bugün burada Dərnəgül metrosu var yanımızda, bugün burada Azadlıq metrosu var yanımızda, bugün ictimai nəqliyyat infrastrukturu yüksək səviyyədədir. Hamı rahat şəkildə gələ bilir. Eyni, belə deyək də, məsələni deyə bilərik, tutaq ki, Həzaslanov metrosu ərazisinə, eyni oxşar məsələni deyə bilərik avtovağzal Biləcəri ərazisi üçün ki, tədricən maraq artır. Bu mənada hesab edirəm ki, ictimai nəqliyyat infrastrukturu çox sürətlə inkişaf etməlidir. Buna paralel olaraq da təbii ki, şəhərsalma proqramı icra olunmalıdır. Baş planda Bakı şəhərindən qismən kənar ərazilərdə yeni şəhərlərin, yəni qəsəbələrin və yaxud yaşayış massivlərinin salınması məsələsi var. Hesab edirəm ki, buna başlanılmalıdır. İnvestorları eyni zamanda o prosesə cəlb etmək lazımdır. Mütləq hamı şəhərin mərkəzində işləməməlidir. Bəs alğı-satqıda ən çox rast gəlinən fırıldaqlar nələrdir? Əvvəllər bu məsələ çox aktual idi, amma son illərdə daşınmaz əmlakın qeydiyyatı istiqamətində aparılan islahatlar, xüsusən bu sahənin elektronlaşması, eyni zamanda təbii ki, belə deyək də, o dövlət qurumları arasındakı məlumat mübadiləsi, inteqrasiya, yəni məlumatlara çıxış imkanının artırılması elektron portal çərçivəsində. Hesab edirəm ki, bu xeyli dərəcədə bu məsələnin qarşısını alıb. Düzdür, hərdən rast gəlirik, tutaq ki, kimsə kimdənsə kirayə müqaviləsi bağlayır, götürür, gedir o müqaviləni xarici ölkədə saxtalaşdırır. Belə hallar da rast gəlir. Sonra gəlir o mənzili öz adına keçirir və başqa birinə və ya bir neçə nəfərə satır, vəziyyəti çox pis şəkildə dəyişir. Amma məsələn deyək ki, qeydiyyatda olan hər hansı bir əmlakın bugün fırıldaq yolu ilə satılması, burada fırıldaqçılığın baş verməsi hesab edirəm ki, bu halların qarşısı alınır. Çünki indi artıq notariat kontorlarında 10 dəqiqə, 15 dəqiqə ərzində onlayn rejimdə həmin əmlak üzərindəki yükümlülüklə bağlı sənəd almaq mümkündür. O əmlakın girovda olub olmamasını, o əmlakın birgə və ya ümumi birgə və ya paylı mülkiyyətdə olub olmamasını, o əmlakda olan qeydiyyatçıların sayını və s. məsələləri yerindəcə müəyyən etmək mümkündür. Daxili müqavilə ilə imzalanmış da deyək ki, hər hansısa bir MTK-dan müqavilə ilə mənzilə. Nə bilirsən ki, bunu? Bu artıq belə deyək də, köhnə ənənələrə əsaslanan tendensiyadır. Təəssüflər olsun ki, biz hələ bunun qarşısını ala bilməmişik və mən düşünmürəm ki, yaxın 2-3 ildə bu problemi aradan qaldırmaq mümkün olacaq. Bir mənzilin bir neçə nəfər satılması. Bununla bağlı narahatçılıqlar hələ də qalmaqdadır. Azalan xətlə davam edir, belə deyək də, məsələ. Problemlər azalan xətlə davam edir, amma dayanmayıb. Bəs bu vəziyyətlə qarşılaşan vətəndaş vəziyyətdən zərərsiz çıxa bilirmi?
Deyək ki, hüququnun bərpası üçün hər hansısa bir hüquq mühafizə orqanlarına müraciət, məhkəməyə yaxud istehlakçıların hüquqlarına Məhkəməyə müraciət, hüquq mühafizə orqanlarına müraciət, şəxsin və yaxud fiziki və yaxud hüquqi şəxsin və yaxud vəzifəli şəxsin barəsində başlanan araşdırma, cinayət işi və yaxud mülki qaydada mübahisələr bir çox hallarda çox təəssüflər olsun ki, vətəndaşın ya yarıda dayanmasına gətirib çıxarır və yaxud onun nəticə etibarilə məğlub olmasına gətirib çıxarır. Çünki burada da subyektiv yanaşmalar çox ciddi rol oynayır. Amma cinayət hadisələri qeydə alınırsa və o tikinti şirkətinin cinayət törədən belə deyək də təsisçiləri, onun sahibləri, adlarında əmlakları varsa, digər maliyyə resurslarla malikdirsə, o yollarla vətəndaşların belə deyək, onlara dəymiş zərərin ödənilməsi təmin olunur. Bu sahədə müəyyən irəliləyişlər var. Amma bir daha qeyd edirəm, yəni belə deyək də 10 nəfərə ziyan dəyibsə, onun 8-nə dəymiş zərər ödənilibsə, ikisi yenə də elə zərər çəkmiş formasında qalırsa, hər şeylərini itiriblərsə, bu problemin tamamilə həll olunması demək deyil. Bugün mənzil alanlar adətən tikilməmiş binalardan mənzil alırlar. Bu nə dərəcədə, yəni tikilməmiş bir bina üçün pul ödəmək təhlükəlidirmi? Risklidir. Xüsusən siz də qeyd etdiyiniz kimi, xüsusən binanın, tikintinin gələcəyi ilə bağlı, sabahı ilə bağlı heç bir bilgi, məlumat yoxdursa, təbii ki, risklidir. Hər an hər şey baş verə bilir. Biz belə deyək də böyük tikinti imperiyalarının bir gün, 5 gün, 1 ay, 3 ay, 1 il müddətinə iflasa uğradığının şahidi olmuşuq. Təbii ki, bu mənada burada həm inzibati risklər var, həm hüquqi risklər var, həm iqtisadi risklər var və s. müxtəlif risklər var. Amma təəssüf ki, istehlakçıların seçim imkanları məhduddur. O seçim imkanlarının məhdudluğu insanları hələ də məcbur edir ki, onlar risk etsinlər. Yəni, əgər hüquqi baza o səviyyədə inkişaf etməyibsə, təbii ki, vətəndaş hissəvi qayda ilə alış-verişi hələ də risk variantında o istiqamətə yönəldəcək.